Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə olduq. Məktəbdə 1300 şagird təhsil alır. Yeni təmirdən çıxmış məktəbin görüntüsü çox möhtəşəm idi. Məktəbdə 120 təhsil verən var ki, onlar da şagirdlərin təhsil almaları, onların savadlı yetişmələri üçün böyük əmək sərf edirlər. Məktəbdə akt zalı, texnologiya, laboratoriya otağı və idman zalı var ki, bu otaqlar yalnız və yalnız şagirdlərin rahatlığı üçündür. Həmçinin məktəbin çox səliqəli yeməkxanası var ki, uşaqlar zəng vaxtında orada rahatca istirahət edə bilirlər. Bu məktəbdə şəhid Elnur Rüstəmovun oğlu Azər də təhsil alır. Diqqətimizi çəkən bir məqam oldu ki, Azərin sinəsində atasının rəsmi vardı və bu şəkli Azər bir and olsun yaxasından çıxarmır. Bu görüntülər həm qürur verici, həm də çox üzücü idi. Bir anlıq bu üzücü notlardan uzaqlaşıb, dönürük möhtəşəm görüntülü məktəbimizə. Məktəb direktoru yeni tədris ilinin başlaması münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edib. Yeni tədris ili bizim üçün 2 qat bayramdır. Çünki biz yeni inşa edilmiş məktəbimizdə təhsilimizi davam edirik. Bilik günü bizlər üçün, həm valideynlər üçün çox 2 qat bayram olaraq keçirildi. Yenilənən məktəblər sırasında bizim də məktəbimizin adı var. Biz bunun üçün çox şadıq və uzun müddətdir biz məktəbimizin açılışını gözləyirik. Eləcə də valideynlər məktəbimizin açılışını gözləyir. Yeni məktəb yeni imkanlar deməkdir, parlaq gələcək deməkdir, gözəl nəticələr deməkdir. Biz inanırıq ki, yeni məktəbdə gözəl şəraitlə təmin olunmuş otaqlarda buna nail ola biləcəyik. Gözəl şərait, istedadlı müəllimlər və intizamlı şagirdlər. İndi yalnız qalır ki, yaxşı oxuyub uğur əldə edəsiniz. Məncə bu nizam-intizamın olduğu yerdə elm daima yüksəkdə olar. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Saray qəsəbə 4 saylı məktəb də bu il şagirdlərin ixtiyarına verilib. 1200 şagird yerlik məktəbin akt zalı, 2 idman zalı, yeməkxanası və çox ürək açan otaqları var ki, şagirdlər burada çox rahat şəkildə təhsil alıb istirahət edə bilərlər. Yeni tədris ilində şagirdlərin uğuru daha da çox olacaq. Çünki çəkiliş zamanı burada olan nizam-intizam, səliqə səhmanın şahidi olduq. Belə olan halda təhsildə yalnız uğurlar ola bilər. Axı şagirdlər onlara göstərilən qayğıdan daha da qidalanır. Şagirdlərə və valideynlərə yeni tədris ili münasibətilə təbrik edirəm. Şagirdlərim bu il 9-cu sinifdir. Onlara ilin sonunda uğur arzulayıram. Məktəbin açılışı yeni olub və bu şagirdlər də bu məktəbin ilk böyük sinifləridir. Və bunların uğurlu olması üçün əlimizdən gələni eləyəcəyik. Əsl şagird ilk növbədə nizam-intizama riayət eləməlidir. Nizam-intizam olan yerdə təbii ki, təhsilində keyfiyyəti yüksək olar. Yeni məktəbin inşası təkcə şagirdləri yox, müəllimləri də çox sevindirmişdi. Bu sevinc onların üzündən bəlli olurdu. Təhsil hər birimizin gələcəyidir. Bu gələcəyi nizamlamaq isə şagird və müəllimlərin üzərinə düşür. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün İnformasiya proqramı üçün.